Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Nazirlər Kabinetiyə zabit heyətinə mənsub şəxslərə, gizirlərə, mücmanlara müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında qərarda dəyişiklik edib. Mətbuat az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, qaydanın adı dəyişdirilib, hərbi qulluqçulara və ədliyyə orqanlarının rəis və sıravi heyətinə ödənilən işdən çıxarma müavinətinin miqdarı və ödənilməsi şərtləri haqqında olacaq. Hazırda məhkəmənin qərarı ilə xidmətdən buraxılanlar istisna olmaqla, hərbi xidmətdən başqa əsaslara görə buraxılmış zabitlərə daxili işlər və ədliyyə orqanlarının orta, böyük və yüksək rəis heyətinə mənsub şəxslərə 2 aylıq maaş həcmində işdən çıxarma pulu verilir. Dəyişikliyə əsasən gələn il yanvarın 1-dən bu halda hərbi qulluqçulara və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə 2 aylıq vəzifə və rütbə maaşı həcmində işdən çıxarma pulu veriləcək.